Könüllü dost artıq 7 ildir ki, könlünüzə dostluq qatır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dost Agentliyində 2019-cu il 12 apreldən bəri fəaliyyət göstərən Könüllü Dost proqramının Gənc Dost, Gümüşü Dost, İnklüziv Dost, Korporativ Dost, Distans Dost, Teledost və Digi Dost olaraq 7 alt proqram mövcuddur. 7 il əvvəl əsası qoyulan Dost Könüllüləri proqramı bugün ölkədə könüllülük hərəkatının ən geniş platformalarından birinə çevrilib. Proqram yarandığı gündən minlərlə gənci bir araya gətirərək onların sosial sahədə aktiv iştirakına şərait yaradıb. Gənc Dost alt proqramına müraciət etmiş gənclərimiz mərkəzlərimizdə 2 aylıq fəaliyyət göstərirlər. Onlar 3 saatlıq fəaliyyət göstərir və bunlar müxtəlif növbələr üzrədir. 9-dan 12-yə, 12-dən 3-ə və 3-dən 6-ya qədər onlar fəaliyyət göstərə bilərlər. Gənclərimiz mərkəzlərimizdə vətəndaşların qarşılanması, xidməti pəncərələrə yönləndirilməsi, eləcə də vətəndaşlardan rəy sorğuların keçirilməsində iştirak edirlər. 2 aylıq fəaliyyətin sonunda gənclərimiz müxtəlif istiqamətlər üzrə, müxtəlif meyarlar üzrə qiymətləndirilirlər və A, B və C kateqoriyaları üzrə sertifikatla təltif olunurlar. Könüllü fəaliyyətinə qoşulmaq istəyən gənclər könüllü.dost Instagram səhifəsinə daxil olaraq, bioda link var, ora daxil olaraq qeydiyyatdan keçə bilərlər. Eləcə də dost.gov.az saytına daxil olub, həmən bölmədə linkə daxil olub qeydiyyatdan keçə bilərlər. Dost könüllüləri üçün bu proqram yalnız sosial fəaliyyət deyil, eyni zamanda şəxsi inkişaf və gələcək karyera üçün mühüm təcrübə platformasıdır. Proqramın əsas məqsədi gənclərin potensialını üzə çıxarmaq, onların cəmiyyətə faydalı fərd kimi formalaşmasına dəstək verməkdir. Gənc Dost layihəsi düşünürəm ki, könüllülər üçün çox vacibdir, çünki bizim bu günlərim atdığımız kiçik adımlar gələcəkdə istərsə karyeramıza, istərsə də iş həyatımıza böyük təsir göstərir. Gənc Dost layihəsində iştirakım əsasən dostlarımın tövsiyəsi ilə oldu. Burada digər layihələrlə, fəaliyyətlərlə tanış oldum və qeydiyyatdan keçdim. İnsanların həm yönləndirilməsi, həm onlara məlumatın verilməsi, elektron portalların açılmasında biz əsasən e-sosial, MyGov və Sima tətbiqlərindən qeydiyyatdan keçməyə köməklik göstəririk. Bunlar belə deyək, xidməti daha da operativ şəkildə idarə etməyə kömək eləyir. Mən hal-hazırda 4 saylı Bakı Dost Mərkəzində fəaliyyət göstərirəm. Artıq bir aya yaxındır ki, mən burada könüllü fəaliyyətimi davam etdirirəm. Mən burada müxtəlif yaş qruplu insanlarla işləməyi, onların problemlərini həll etməyi, həmçinin onlara köməklik göstərməyi öyrənirəm. Bura mənim 2-ci ailəmdir. Çünki mən burada yeni insanlarla tanış oluram. Komanda ilə işləmək bacarıqlarımı inkişaf etdirirəm. Mən buranı çox sevirəm. Könüllülərin fəaliyyəti yalnız xidməti proseslə məhdudlaşmır. Həmçinin könüllülərimiz fəaliyyətlə yanaşı asudə vaxtlarını daha maraqlı və sərfəli keçirmək üçün müxtəlif layihələr və fərdi inkişaf, yaradıcılıq, film klubları kimi fərqli istiqamətdə olan könüllü klublar layihəsində aktiv iştirak edirlər. Hazırda Dost könüllüləri ölkənin müxtəlif regionlarını əhatə etməklə fəaliyyətini davam etdirir və sosial xidmətlərin keyfiyyətinin artırılmasına töhfə verirlər. Proqram yalnız gəncləri deyil, müxtəlif yaş qruplarını əhatə edir. Gümüşü Könüllü alt proqramı yaşlı nəslin nümayəndələrini də bu prosesə cəlb edərək cəmiyyətdə həmrəylik və nəsillər arası əməkdaşlığı daha da gücləndirir. Mən işləməmişəm, mən evdar qadın olmuşam, uşaqlar böyütmüşəm. Amma oxumuşam. Burada artıq 2-ci dəfədir xidmət edirəm. Çox xoşuma gəlir. Mən aktiv həyatı xoşlayıram. Burada cavan uşaqlarla ünsiyyət çox xoşuma gəlir. Ağıllı gözlər görürsən burada, ağıllı gözlər. Mən şadam ki, mən bu yaşda xalqıma xidmət etməyə qadirəm və edirəm. Könüllülərə öz dəstəyimizi veririk, tövsiyələrimizi veririk. Maraqlıdır, çox maraqlıdır bizim üçün bir gümüşü könüllü kimi. Vətəndaşlarımıza da layiqincə yönləndiririk. Gələndə müraciət edirlər, biz də qeydiyyata yönləndiririk. Hansı sahəyə məsələn uyğundursa ora göndəririk. Pensiyaya, məsələn müavinətə, ya bank işləri olanda ora yönləndiririk. Yəni bizim üçün maraqlıdır bu yaşda. 7 illiyini qeyd edən proqram yaxın gələcəkdə daha geniş auditoriyanı əhatə etməyi və könüllülük ənənələrinin inkişafına yeni töhfələr verməyi hədəfləyir. Dost könüllüləri, cəmiyyətə xidmətin və həmrəyliyin ünvanı.